Çay və göllər nə üçün üstdən donmağa başlayır? Su soyuduqca formasını dəyişir və buza çevrilir. Soyuğun dərəcəsi artdıqca buz təbəqəsi də qalınlaşmağa başlayır. Sözsüz ki, buz sudan yüngül olduğuna görə suyun üstündə qalır. Beləcə, yalnız suyun üst təbəqəsi donur. Nəticədə suda yaşayan canlılar soyuqdan qorunmuş olur. Buz istiliyi zəif keçirdiyinə görə suyun altı soyuq olmur. Ona görə də çayların və ya göllərin dibi donmur. Eyni zamanda suda yaşayan canlılar da. Əgər buz sudan yüngül olmasaydı və ya digər maddələr kimi ağırlaşsaydı, onda suyun üzündə qala bilməz, donma suyun dibindən başlayardı. Belə olanda hər şey dibindən donduğuna görə göldə heç bir canlı qalmazdı. Nə yaxşı ki, suya bu cür xüsusiyyət verilmişdi.